nəyə görə qazi işləmək iqtidarında malik olmayan qazi 80 manat məvacib almalıdır. Vergül qoyub deyirəm, bizim parlamentin üzvləri isə 15.000 manat məvacib alırlar. Hələ bu onların rəsmi aldıqlardır. Mən inanıram ki, onların hər biri hər ay oradan buran o paketlərdən 50.000-ə qədər qanunsuz Azərbaycanın büdcəsindən uğurlanmış qara pullardan pul alırlar. Niyə görə qazi 80 manat almalıdır? Uşaq pulu ölkədə verilməməlidir. Lakin parlament, bu dövləti idarə edən 3 hakimiyyət qanadından biri olan parlamentin üzvləri 11.000, 12.000, 15.000 manat məvacib almalıdırlar. Hazım Vəliyev, qardaşım, insanın bir gözünü itiribdir döyüşlərdə. Qarabağ müharibəsində bu insan bir gözünü itiribdir. Gözünü itirmək bilirsiniz da nədir? Bir çoxlarının uşaqları gizlənib, cəbhəyə getməyəndə bu insanlar ölümlə üzdə dayanıblar. Bunların gözləri qarşısında dostlarından en sayda həlak olan döyüşçülərimiz var. Bu insan da gözünü itiribdir. O biri gözü də itirmək təhlükəsi qarşısındadır. Bugün o adama şər böhtanla adam heç bir cinayət törətməyib da. Yəni siz deyirsiniz ki, əhv etmək. Onun nəyini əhv edəcəksiniz? Onun azadlığı onun haqqıdır. O heç bir cinayət törətməyibdir. Heç bir ictimai faydalı, ictimai cəza veriləcək bir əməl törətməyibdir. Bu insanı niyə sən tutub qoymuşsan dama? Ödə nə qədər yazırıq? Bütün cəmiyyət dəfələrlə, mən özüm şəxsən o həbs olunan bir neçə aydır ki, həbsdədir. Artıq 4 ay keçibdir. Çünki bir dəfə də onun qəti imkan tədbirini uzadıblar. Mən dəfələrlə sosial şəbəkələrdə bu məsələni qaldırmışam, statuslar yazmışam ki, bu adam Gənc Qazilər Birliyinin rəhbəridir, bir üzvü deyil. O 10.000 qazidən biri deyil, onların seçilmiş biridir. O təşkilata rəhbərlik edən bir adam. Əgər sən bunu heç nədən çəkinmədən, saxta ittihamlarla, bir nəfərin toyuğuna da daş atmayıb bu adam. Adamı tutub qoymuşsunuz dama. Ya saxta ittihamdan xulqanlıq edib, ya kiməsə fiziki işgəncə getiribdir. Yalandır bunların hamısı, yalandır. İmkan versinlər, biz vəkil işləyək, sübut eləyək ki, bu verilən ittihamların hamısı yalandır. Hacı Vəliyev kimin onlarla bizim 2-ci Qarabağ müharibəsinin iştirakçısı olan övladlarımız hal-hazırda həbsdədirlər. Onlar da öz hüquqlarını müdafiə etdikləri üçün, Sosial Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyaları keçirdikləri üçün dəfələrlə hakimiyyəti, o yadısı gəlir, Sosial Müdafiə Nazirliyindən bir dəfər insanı həmişə çıxarırlar qazilərin qabağına. Gəl keç içəri, sənə başa salım. O da deyir, qardaş, səni mən 10 dəfə səninlə içəri keçmişəm, sən mənə aldatmaq üçün içəri dəvət edirsən. Nəyə daxil olun? İnsanlar gəlib burada mədəni şəkildə etirazlarını bildirirlər. Ölkənin qazilərə qarşı, ümumiyyətlə digər insanlarımıza qarşı da sosial müdafiə siyasətini tənqid edirlər ki, bir ölkədə, müharibədən çıxmış bir ölkədə qaziyə 80 manat verməzlər. Bu təhqirdir, təhqir. Və yaxud da ki, ölmüş, şəhid olmuş bir ailəyə, şəhid ailəsinə 11.000 manat pul verməzlər. 11.000 manat adlarının yanı çəkəcəkdim. Onların semişka pulu da deyil. 110.000 manat da deyil. 11 milyon da deyil. 11 milyardlar uğurluyub qaziyə həyatını vətən yolunda qurban vermiş bir şəhidin ailəsinə 11.000 manat pul verirlər. Ayıb deyil, ayıb deyil. Baxın da ermənilər də bizdən vuruşurdular və onlar məğlub olan xalqlar, məğlub olan dövlətlər. Baxın görün, onlar öz qazilərinə nə qədər pul verirlər. 5 dəfə bizimkindən artıq. 5 dəfə. Baxın görün, orada onlar qazilərinə bugün hər ayda nə qədər pul verirlər. Namizəd bəy, Hacı Vəliyevdir, sonra Rıza Səfərsoydur, Ruslan İzzətlidir, Tofiq Yağubludur. Bunlar hamısı döyüşmüş insanlar və bizim tanımadığımız, sıravi, yəni cəmiyyətin tanımadığı nə qədər həbsxanada insanlar var ki, Qarabağda döyüşüblər, heç nədən həbs ediblər insanları. Nədir? Bir icra başçısının xoşuna gəlmir, bir polis rəisinin xoşuna gəlmir, bir serjantın xoşuna gəlmir, tuturlar, sağlıqlar içəri. Baxın, görün, ölkə nə gündədir Namizəd bəy? Hakimlər, polislər qarşısında acizdirlər. Hakim prezidenti həbs edə bilər. Həbs etmə səlahiyyətə malikdir. Amma bir serjantın qabağında aciz deyil, çünki prezident göstəriş verir ki, bunlara toxunmadır. Yəni, bu dərəcədə dəhşətli bir məsələdir. Dəhşətli məsələdir. Telman bəyə də, buyurun, davam edin. Bir sözümü də deyim, bir cümləmlə fikrimi yekunlaşdırım. Yəni, şəxsən mən hər hansı bir amnistiya və yaxud da ki, bağışlanma aktı gözləmirdim. Bunlar
bu xalqı tutub türməyə qoymayıblar ki, onu da buraxsınlar. Ya bilmirlər ki, o Rıza Səfərsoy, digər Hacı Vəliyev, onlar heç bir cinayət törətmədikləri halda onları tutublar, qoyublar dama. Biz bəyəm onlardan gözləməliyik ki, onları indi əf eləsinlər. Onu qanunsuz tutublar. O şəxslərə qarşı o ittiham verilən şəxslər tutulmalı, dama qoyulmalıdır. Və dərhal onlar azad olunmalıdır. Özə buraxılmaqla yox, bəraət verilməklə. Bu dəqiqə Azərbaycan türmələrində onlarla, bəlkə yüzlərlə müharibə iştirakçısı var ki, biz nəyə görə məsələn onlar daha çoxdular da, onlar öz haqlarını tələb etmək üçün etiraz aksiyaları keçirdilər. Bu da dövlətin xeyrinə, xoşuna gəlmirdi. Sosial Müdafiə Nazirliyinin qarşısına gəlib etirazlarını bildirdilər ki, qardaşım, mən müharibədə döyüşmüşəm, mən qaziyəm, mən sağlamlığımı itirmişəm, mənə müavinət verilməlidir, mənə iş verilməlidir, mənə ev verilməlidir, mənim üçün iş yeri açılmalıdır ki, mən gedib ailəmi dolandırım, mən ailəmin qarşısına gedə bilmirəm. Nə olsun ki, qəhrəmanam, 4 dənə də orden almışam, medal almışam, ailəmi dolandıra bilmirəm. Ayıb deyə, belə ölkə olmaz, belə ölkə olmaz, belə idarəçilik olmaz, belə idarəçilik olmaz. Bunlar necə idarə edirlər bu ölkəni, mən başa düşə bilmirəm. Buyurun. Təşəkkür edirəm Namizəd bəy. Telman bəy, sizdən soruşum bir məsələni. Namizəd bəy deyir ki, mən gözləmirdim, yəni verməyəcəklər. Çünki mən bunları tanıyıram, bilirəm, belədirlər, verməyəcəklər, hakimiyyəti nəzərdə tutub. Amma Telman bəy, deməli, hər halda prezident özünə avtoritet qazanmaq üçün, nüfuz qazanmaq üçün, cəmiyyətdə öz nüfuzunu artırmaq üçün belə addımlar atmalıdır. Çünki bu humanist addımlardır. Humanist addımlar atılmalıdır ki, bu cəmaat desin ki, doğrudan da bizim ölkənin rəhbəri var, ölkənin rəhbəri lazım olan məqamlarda əfv eləyir, buraxır, mən humanist addımlar atır, belə. Niyə bu heç olmasa ən azından bu 5 illikdə belə bir addım atılmadı Telman bəy? Amnistiya haqqı, sonra bu demək, əfv haqqı eləmək, bağışlamaq, insan xarakteri, bayaq dediniz humanizm. Humanizm nədir? İnsanlıq. Qədimində fikirləşək, homo sapiens, ağıllı insan. İndiki hakimiyyətdə mən ağıllı insan tanımırım. Doğrudan ağıllı insan deyirlər. Ağıllı insan olsaydı, heç olmasa babınlar, prezidentin ağıllı olsaydı, heç olmasa, yaxşı, amnistiya miqyası böyükdür. Bağışlayırsan, sonra cəzasını yendirirsən. Fərdi qaydada heç olmasa bir-iki nəfəri qazini buraxardın. Bunun deməli insanlığı ona da güc çatmır. Telman bəy, üzr istəyirəm, belə bir polemika yaratsaq da yaxşı olar. Bəli, yaradın, təbii, buyurun. Telman bəy, 3-4 nəfəri azad etməklə, özdə o şəxslər ki, biz bilirik, hamısı törətdikləri əmələ görə yox, siyasi baxışlarına görə həbsdə yatırlar. Cəmiyyətdə ilk növbədə siyasi məhbuslar azad olunmalıdır. Yəni o şəxslər ki, onlar hər hansı bir cinayət törətməyiblər. Onlar saxta ittihamlarla həbs ediblər. Onların yaxşı 3 nəfərinin, 5 nəfərinin həbsdən azad olunması məyər humanist addımıdır? Yox. O cəmiyyətə oynamaq olardı. Mən şəxsən razı deyirəm ki. Mən də razı deyirəm. Ümumiyyətlə, Namizəd bəy, o dediyiniz 400 nəfərdən artıq olan siyasi dustaqların heç birində cinayət tərkibi yoxdur. 99% yoxdur. Heç birində. Cinayət tərkibi yoxdur onlarda. Onlar başqa şey, ancaq sözlərin dediyinə görə onlar tutulublar hamısı. Mən sizinlə razıyam. Amma bilirsiniz necə? Mən o mənada deyirəm ki, bu insanda şuur da o dərəcədə işləmir ki, heç olmasa özünə 5-10 nəfər o adamların o anda xalq qazansın. O şuur yoxdur onda. Mən onu yaxşı tanıyıram. Doğrudan yoxdur onda o şuur. O bir şey yoxdur. Amnistiya eləsin, böyük bir miqyaslı azad eləsin. Dustaqlar yox. Elə bir şey, onda beyin yoxdur. Ya, Telman bəy, üzr istəyirəm, Telman bəy, yaxşı. Ətrafında olanlardan yox. Yəni, görmüşük ki, hər zaman dövlət rəhbəri, dövlət başçısı belə hallarda, yenə deyirəm də, nüfuz qazanmaq üçün və yaxud da ki, ondan narazı düşmüş insanları razı salmaq üçün belə addımlar atır, belə addımlar atmalıdır. Məsələn, günahsız insanlar buraxılmalıdırlar. Yəni, bu bayramın özü də nədir məsələ, Telman bəy, bilirsinizmi? Bu bayram güya ki, onun adıyla bağlıdır, zəfər. Onun zəfəridir güya ki, deyilənə görə. Heç olmasa öz zəfər, onun adıyla bağlanan bu zəfər günündə belə azad eləyir insanları, həbsdə olan günahsız insanları. Buyurun Telman bəy. Teymur bəy, bu bilsən, ümumiyyətlə belə həbsxanaya adını da qoymuşsa həbsxana, Azərbaycanın özü həbsxanadır.
Doğrudan həbsxanadır. Azərbaycanda heç bir adam sözünü deyə bilmir. Biabırçılıqdır. Bizlərdən başqa, biz xariclər, Namizəd bəy içəridə, yenə də bu həbsxanadır. Azərbaycan dövləti özü həbsxanadır. Dövlət məfhumu özü Azərbaycanda İlhamın gözü ilə bu mənimdir. Dünən o Zəfər bayramında o tribunada kimlər oturmuşdu? Öz ailə, Əliyevlə Paşayevlər. Orada qazilər oturmalıydı. Orada şəhidlərin valideynləri oturmalıydı. Paşayevlə Əliyevlər, baxırsan televizyon bütün günü təbliğ edirlər onları. Belə bu hökumət, bilirsiniz nə? İlham Əliyev buran Azərbaycanın özünün şəxsi bir dənə belə deyək də tükanıdır. İlham Əliyevin gözüncə mənimdir. Atalığım yaradıb, indi də mən buradan istifadə etməliyəm. Azərbaycan xalqı yox, onun üçün də Azərbaycan xalqı 99% qaçır ora bura. Orada qalan da yazıqlar dolana bilmir.